Bəs epileptik almısınız? Azərbaycana. Biz Azərbaycana xoş gəlmişik. Azərbaycanlılar Meksikaya xoş gəlib. Vüqar Ustuzadə ilə birlikdəyik. Necəsiz? Xoş gəlmisiniz Bakıya. Xoş gördük. Təşəkkürlər. Və mən səni izləyirəm artıq. Amma fake profildəndir. Hə, fake-dəndir. Mən Hangisi? originaldan da izləyərəm səni. Sizin haqqında fikirləriniz? Çox gözəl. Bu mənim ikinci investeksim idi. Keçən il möhtəşəm. Keçən ildən ilk möhtəşəm idi. Bu il daha gözəldir. Hətta dövlətin iştirakı, dövlət oyunçularının iştirakını görmək çox xoş oldu. Azərbaycana. Biz Azərbaycana xoş gəlmişik. Azərbaycanlılar Meksikaya xoş gəliblər. Yeni layihələr üzərində işləyirik. Daha bilmirəm, yəqin ki görmüsünüz, SpaceX IPO-su gəldi. Bəli, Bilirəm ki, bəli. Azərbaycandan Amerika hissə sənədlərini almaq bayağı çətin olub. Uzun zaman, hər zaman çətin olub. Amma əslində Meksik vasitəsilə bunu birə-bir sırf dollar vasitəsilə edə bilərsiniz və ən gözəl tərəfi odur ki, real stock vasitəsilə aldığınız stokları təzədən öz brokerimizə daşıya bilərsiniz. Ona görə də əgər hələ stok almamısınızsa, məncə almaq üçün ən gözəl zamandır. Bir dənə də sual verim. Buyur. Hal-hazırda gənc nəslə, bu kripto marketində olanlara bir tövsiyə versəydiniz, bu nə olardı? Məncə ən gözəl şey odur ki, pul yığmağa başlayın və bu pulu kripto, Düzgün yatırım. səhmdə, qızılda, bilmirəm də yatırım olaraq yığmağa çalışın. Çünki orta statistik Azərbaycanlı olaraq hətta deyək ki, hər 200-300 dolları hər ildə 3 qatına qaldıra bilsəz, siz bir gənc olaraq çox böyük bir mali varlıq yığa bilərsiniz özünüzə. Ona görə də xüsusilə də Bitcoin kimi önəmli, alınması uzun zamandan çətin olan varlıqları almağa çalışın. Mən özüm də Bitcoin sürətlə almağa çalışıram hər zaman. Ona görə əgər əlinizdə 3 manat, 5 manat, 10 manat varsa, xüsusən də Meksikada 0 komissiya ilə yavaş-yavaş Bitcoin alıb yığmağa başlayın. Bir də görəcəksiniz ki, 3 ildən, 4 ildən sonra Bitcoin 200-250 min dollar həcminə çatanda sizin pulunuz 4-5 qat artıb. Bugün 3 min dollar qoysaz, o 15 min olacaq, 10 min qoysaz 50 min olacaq və əslində gələcəkdə nə bilim ev, maşın, özünüz üçün kiçik bir biznes qura bilərsiniz. Ona görə də bu gündən Bitcoin toplamağa başlayın. Bəs epileptik almısınız? Çox sağ olun, minnətdaram, təşəkkür edirəm. Yəni məncə siz həm də onu hold edirsiniz. Bir daha xoş gəlmisiniz, təşəkkür Amma edirəm. yığın, saxlayın. Alın, yığın sağ. Minnətdaram. Təşəkkürlər.